Köməkçi nitq hissələri, biz ümumiyyətlə nitq hissələrindən danışanda dedik ki, əsas nitq hissələri var, bir də köməkçi nitq hissələri var. Bunların oxşar və fərqli cəhətləri nələr idi? Demişdik ki, əsas nitq hissələrinin həm leksik mənası olur, həm qrammatik mənası. Amma köməkçilərdə yalnız qrammatik məna olur. Deməli, yalnız qrammatik mənası oldu və o qaydanda yadda saxlayaq ki, leksikada demişdik ki, bütün sözlərin və şəkilçilərin qrammatik mənası var. Yəni, dilimizdə hansı söz görsək, hamısının qrammatik mənası var. Amma leksik məna yalnız əsas nitq hissələrindədir. Sınağa da belə bir sual düşmüşdü. Şərtdə yazıb ki, hansı variantdakı cümlədə tərkibində leksik mənası olmayan söz var. Leksik mənası olmayan söz deyəndə biz gedib orada köməkçi nitq hissələrini götürməliyik. Variant da C variantı idi. Belə bir cümlə idi ki, sanki ilə başlayan cümlə. Yəni, burada sanki modal söz olduğuna görə, yəni köməkçi nitq hissəsi. Sankinin deməli leksik mənası yoxdur. Bu qaydanı bildik. Daha sonra köməkçi nitq hissələri suala cavab vermir, cümlə üzvü olmur. Və köməkçi nitq hissələrindən yalnız qoşmadır ki, qoşulduğu sözlə birlikdə suala da cavab verə bilir, cümlə üzvü də ola bilir. Amma nədə diqqətli olaq? Təklikdə qoşma nə suala cavab verməz, nə cümlə üzvü olmaz və ya qrammatik şəkilçi qəbul eləməz. Amma qoşma, qoşulduğu sözlə birlikdə suala da cavab verə bilir, cümlə üzvü də ola bilər və ya şəkilçilər qəbul eləyə bilər. Tutaq ki, şəxs şəkilçisini qəbul edə bilər, sənin kimidir, məsəl üçün. Ona görə qeyd olaraq yazırıq ki, qoşma qoşulduğu sözlə birlikdə suala da cavab verə bilər, cümlə üzvü də ola bilər və qrammatik şəkilçi qəbul edə bilər. Məsəl üçün, nümunə olaraq deyək ki, məsələn, bacısı kimidir. Burada artıq şəxs şəkilçisi qəbul etdi. Və ya onun kimiləri. Larlər cəmdir, i burada təsirlik aldı. Bu formada deyə bilərik. Və ya artıra bilərik. Digər yönlük hal ola bilər sənin kimisinə və ya qoşmalar dəyişə bilərik də. Ev tərəfədir. Bax, bu tip formalarda göstərə bilərik. Deməli, qoşma təklikdə nə suala cavab verməz, nə cümlə üzvü olmaz, nə də şəkilçi qəbul eləməz. Amma qoşulduğu sözlə birlikdə suala da cavab verə bilər, cümlə üzvü də ola bilər və qrammatik şəkilçiləri qəbul edə bilər. Amma bu qayda yalnız qoşmaya aiddir, digərlərinə aid olmayacaq. Və dördüncü qaydamız köməkçi nitq hissələri söz yaradıcılığında iştirak etmir. Bu nə deməkdir? Yəni, biz köməkçi nitq hissələrinə yeni bir şəkilçi, yəni leksik bir şəkilçi artıraraq yeni bir söz yarada bilmirik. Və söz yaradıcılığı məsələsini bildik. Leksik şəkilçi qəbul edərək yeni bir söz yarada bilmədi, amma əlbəttə ki, istisnalarımız var. Ancaq istisnalar qaydanı pozmadığına görə biz qayda kimi deyəcək ki, köməkçi nitq hissələri söz yaradıcılığında iştirak eləmir. Məsəl üçün, aidiyyət deyə bilərik. Aid qoşmasından aidiyyət ismi yaranacaq. Və ya xasiyyət, xas qoşmasından xasiyyət ismi yaranacaq bu formada. Deməli, istisnalarımız var, amma istisna qaydanı pozur. Və ən əsas qeydlərimizdən biri də onu yadda saxlayaq ki, köməkçi nitq hissələrini cümlədə ixtisar eləmək olmur. Bax, olmur fikrini yadda saxlayaq. Bəzən testlərdə çaşdırır, doğru yanlışdır kimi deyir ki, köməkçi nitq hissələrini ixtisar eləmək olur. Bu artıq səhv fikirdir. Biz düzdür, ədatı cümlədən çıxardıqda dedik ki, məna dəyişməsə də biraz o qüvvət zəifləyirdi. Amma biz bunu hamısına aid eləmirik. Ona görə qayda olaraq yadda saxlayaq. İndi isə başlayırıq qoşma mövzusuna. Deməli, qoşma adından göründüyü kimi dedik ki, qoşulurdu və qoşularaq cümlə üzvü oldu. Suala cavab verdi, qrammatik şəkilçilər qəbul etdi. Bəs qoşmalar nəyə qoşulacaq? Deməli, ismin 4 halına qoşulacaq. Adlıq, yiyəlik,
yönlük, çıxışlıq. Deməli, ismin 4 halına qoşulacaq. Qoşulduqlarını bildik. İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halına qoşuldu. Deməli, təsirlik, bir də yerlik hala qoşulmur. Bunu da yadda saxlayaq. Deməli, 4 hala qoşuldu. Testlərdə bu bizə lazım olacaq. Desə ki, qoşma təsirlik hala qoşulur, səhv fikirdir. Deməli, qoşma dedik ki, ismə qoşuldu. Bundan əlavə də isimləşə bilən sözlərə də qoşula bilər. Məsələn, isimləşə bilənlər nələr olacaq? Deməli, qoşma, isim, sifət, say, əvəzlik, məsdər. Deməli, bunlara qoşulacaq. Desə ki, bütün feillərə qoşulur, səhvdir və ya feilə qoşulmur desə, yenə səhv olacaq. Feili sifət və məsdərə qoşula bilər. Və nəyi yadda saxlayırıq? Sifət və feili sifət, bir də say. Qoşmalarla işləndikdə isimləşmiş sayılacaq. Yəni, biz qoşmanı isim aid xüsusiyyət götürdüyümüzə görə, əgər görsək ki, say və ya sifətdə, feili sifətdə hər hansı bir qoşma qoşulubdur, onda deyəcəyik ki, bu isimləşibdir. Deməli, sifət, say, bir də feili sifət. Qoşmalarla işləndikdə isimləşmiş sayılır. Və əsas qeydlərimizdən bir də nəyi yadda saxlayırıq? Deməli, feili bağlama qoşmalarla işlənə bilməz. Ona görə yazırıq ki, feili bağlama və təsriflənən feillər. Təsriflənən feillərdə nələr idi? Feilin şəkilləri. Bu qeydlərimizi yadda saxlayaq. Deməli, qoşma ismin hallarına qoşuldu. Hansı hallara? Adlıq, yiyəlik, çıxışlıq və deməli, yönlük hal. Adlıq, yiyəlik, yönlük və çıxışlıq hala qoşuldu. Təsirli və yerlik hala qoşulmayacaq. İsim, sifət, say, əvəzlik, zərf, feili sifət və məsdərə qoşula bilər. Feili bağlama və təsriflənən feillər, yəni feilin şəkillərinə, əmr şəklidir, xəbər şəklidir, fərqi yoxdur. Bunlara qoşulmayacaq. Və sifət, say, feili sifət qoşma ilə işləndikdə isimləşmiş sayılacaq. Və bir də onu yadda saxlayaq ki, qoşmalar sözə qoşularaq mənaçaları yaradır. Və hansı mənaçalarları var? Tutaq ki, biz deyə bilərik ki, bənzətmə, müqayisə olanlar var, birgəlik vasitə var, istiqamət var, fərqləndirmə var, zaman var, aidlik var, məsafə var, səbəb, istinad, bunlar hər biri mənaçalarlardır. İndi bir-biri olan hamısından danışacağıq. Deməli, birinci olaraq başlayaq. Bənzətmə, müqayisə bildirən, bəzən də tərz bildirənlər. Bənzətmə, müqayisə, tərz bildirənlərə aid olacaq qoşmalarımız qədər, kimi, tək, bir də təkin formaları olur. Təki, təkin şəklində və ca. Deməli, qədər, bunları sırf əzbər yadda saxlamalıyıq. Qədər, kimi, tək, bir də ca qoşması. Deməli, bunlar olacaq bənzətmə, müqayisə. Tutaq ki, məsələn, deyirəm ki, göz yaşı kimi axıb süzüldü. Burada göz yaşına bənzətmiş olduq. Və ya bacısı tək. Anası qədər, bacısı qədər, tutaq ki, uşaqca
Bunlar hamısı olacaq bənzətmə müqayisə. Deməli, bənzətmə müqayisəmizdə nələr aid oldu? Qədər, kimi, tək, bir də ca qoşmaları. Bunlar olacaq bənzətmə və müqayisə bildirənlər. Bənzətmə müqayisədə qədər, kimi, tək, ca qoşmasından danışdıq və bunların amonimliyinə də baxaq. Birinci qədər sözündən başlayaq. Qədər necə ola bilər? Bir, bildiyimiz kimi bənzətmə müqayisə qoşması ola bilər. Daha sonra məsafə qoşması ola bilər. Bir də isim ola bilər. İsim olduqda da mənası tale olacaq. Qədəri, taleyi, qisməti. Alın yazısı anlamında deyə bilərik. Fərqləndirmək yenə çox rahatdır. Əgər kimi ilə əvəz eləyib bir bənzətmə anlayışındadırsa, bənzətmə qoşması olacaq. Məsələn, deyirəm ki, sənin qədər oxumur, yəni sənin kimi oxumur, müqayisə eləyirəm. Və ya deyir ki, məsələn, sənin qədər ağıllı deyə bilərik. Məsafədə də necə deyə bilərik? Məsələn, evə qədər getdim, məktəbə qədər getdim, şəhərə qədər getdim deyə bilərik. Yenə burada da kimi ilə əvəz eləyə bilərik, amma məzmununa baxacağıq. İsim olanda da rahatlıqla tapacağıq ki, məsələn, tale qismət anlamındadır. Hərənin bir qədəri var deyə bilərik. Daha sonra kimi qoşmasına baxaq. Kimi qoşması da yenə bənzətmə ola bilər. Məsafə ola bilər. Bir də əvəzlik ola bilər. Amma əvəzlik olanda yanına işarə qoyub yazdaq ki, qeyri-müəyyən əvəzlik. Səbəbi odur ki, kimi deyə bizim sual əvəzliyimiz də var. Kimi çağırırsan. Sadəcə orada başlanğıc forma ödəmədiyinə görə normalda qeyri-müəyyən əvəzlik olanda təhlilimiz belədir. Kim sözün kökü i leksik şəkilçi. Qoşma olanda da belə gedirdi. Kimi. Kimi şəklində. Amma sual əvəzliyi olanda kimi belə olacaqdır. Başlanğıc forma ödəmədiyinə görə biz sual əvəzliyini amonim götürməyəcəyik. Ona görə sual əvəzliyi bundan amonim sayılmayacaq. Bunu da yadda saxlayaq. Fərqləndirmə də necədir? Məsələn, deyirəm ki, müəllim kimi danışır, bənzətdim. Sonra evə kimi gələrsən, məsafə, bir də kimi yazır, kimi dərs oxuyur, olacaq nə? Əvəzliyə. Məsəl üçün, nümunə yazaq. Kimi dərs oxuyur. Kimi qoşmasını da bildik. Sonra gəlir tək qoşması. Tək qoşmasında necə olacaq? Bir bildiyimiz kimi bənzətmə qoşması var. Sonra qoşma olanda biz bunu kimi ilə, qədərlə əvəz etmək olur. Deyirəm ki, məsələn, sənin tək, sənin kimi demək olar. Sonra tək ədat ola bilər. Ədat olanda ya cümlədən çıxara bilirik, ya da yalnız sözündən əvəz edə bilərik. Yalnız, ancaq. Məsələn, deyirəm ki, tək sənə inanıram, yalnız sənə inanıram, ancaq sənə inanıram deyə bilərik. Tək sifət ola bilər. Məsələn, tək adam, yəni ismin yanında gəlir. Zərf ola bilər. Zərf olanda da feilin yanında gələcək. Məsəl üçün, deyirəm ki, tək qalmışdı. Burada artıq zərf olacaq. Amma sifət olanda, məsələn, deyirəm ki, tək adam. Sonra tək qoşmasını bildik və bir də var cacə qoşması. Cacə qoşmasında necə olacaqdır?
Deməli, cacə bir var, bənzətmə. Bənzətmə olanda yenə qədər kimi ilə əvəz eləmək olur. Sonra cacə var, birgəlik vasitə. Belə də ilə ilə əvəz eləyəcək. Məsəl üçün deyirəm ki, arxamca gəlirdi. Arxam ilə gəlirdi desək birgəlik vasitədir. Amma deyirəm ki, məsələn, uşaqca danışır, uşaq kimi danışsaq bənzətmə olacaq. Və cacənin qoşmada bir dənə də növ var. Səbəb istinad deyə bilərik. Səbəb olanda da biz cacəni görəklə əvəz edə bilərik. Məsələn, deyirəm ki, zərfin mənaca növləri. Burada mənaca növlərində biz bunu əvəz edib mənasına görə növləri deyə bilərik. Bu hallarda da cacə səbəb qoşması olacaq. Yəni, bunların üçü də qoşma oldu. Sonra cacə ədatı var. Ədat olanda biz cacəni cümlədən çıxarda bilirik. Məsəl üçün deyirəm ki, məsafə bildirənlər. Məsafə bildirən qoşmalara qədər, kimi, dək, bir də can qoşması aid olacaq. Qədər, kimi, dək, bir də can qoşması. Qədər və kimi həm məsafədə var, həm bənzətmədə var. Fərqləndirmək çox rahatdır. Görsək ki, əgər nəyəsə bənzədirsə, deməli bənzətmədə tutaq ki, sənin kimi, sənin qədər. Amma məsafədirsə, evə qədər getdim. Məktəbə kimi yola saldım, bu olacaq nə? Məsafə. Evə dək getdik, evəcən getdim. Bunlar olacaq deməli məsafə. Qoşmalarında da yenə qədər, kimi, dək, candan danışdıq və burada da qədər, kimi amonim olacaq. Amonimliklərində əvvəldə danışmışıq. Daha sonra yön istiqamət var. Yön istiqamətə də aid olacaq. Deməli, tərəf, doğru, sarı, qarşı. Qarşı. Bunlar istiqamətdir. Evə tərəf getdim, evə doğru getdim, məktəbə sarı getdim və ya mənə qarşı danışırdı. Bu nədir artıq istiqamət, yön olacaq hamısı. Və məsafə ilə yön istiqamətdə diqqətli olaq. İkisi də bir məkana oxşar formadadır, amma eyni mənaya gəlməyəcək. Biri məsafədir, biri yön istiqamətdir. Yəni, bunları qarışıq salmayaq. Qoşmalarında da tərəf qoşmasının amonimliyinə baxaq. Tərəf necə ola bilər? Tərəf bir var, bildiyimiz kimi yön istiqamət qoşması. Belə də qoşulacaq yönlük ala. Məsələn, evə tərəf deyə bilərik, məktəbə tərəf deyə bilərik. Bir də tərəf var isim kimi. İsim kimi olanda təklikdə işlənir, təklikdə suala cavab verir və burada nəyi mütləq şəkildə yadda saxlayaq? İmtahana düşmüşdü hər tərəf ifadəsi. Hər tərəfi biz söz birləşməsi kimi götürürük. Çünki hər burada əvəzlikdir, tərəf isimdir. Belə bir testdə yazmışdı ki, hər tərəf söz birləşməsi deyil, çünki ikinci tərəf köməkçilik hissəsidir. Bu səhv fikirdir. Düzdür, biz demişik ki, söz birləşmələrini yaradan tərəflərin hər ikisi də əsas nitq hissəsi olmalıdır. Bu ayrı məsələ. Amma hər tərəfdəki də yenə hər ikisi əsas nitq hissəsidir. Tərəf burada köməkçi deyil. İsim olduğuna görə hər tərəf bütövlükdə nə sayılacaq? Söz birləşməsi. Doğru qoşmasına baxaq. Doğru yenə bir bildiyimiz kimi qoşma var. Yönlük hala qoşulacaq. Sifət var. Məsələn, doğru söz. Bir də zərf var. Doğru danış.
Deməli, sifət olanda ismin yanında gələcək, zərf olanda feilin yanında gələcək. Bunu da bu formada fərqləndiririk. Sarı qoşması sifət ola bilər, qoşma ola bilər. Birinci qoşmadan başlayaq. Məsələn, evə sarı deyə bilərik. İstiqamət kimi gedəcək tərəflə, doğru ilə əvəz eləyə bilirik. Bir də sifət ola bilər. Məsələn, rəng olaraq sarı rəng. Bir də feil ola bilər. Məsələn, deyirəm ki, yaramız sarıdır. Sarımaq. Qarşı sözü də qoşma ola bilər. Deyirəm ki, mənə qarşı, sənə qarşı yönlük hala qoşulacaq, zərf ola bilər. Məsələn, qarşıda maşın dayanmışdı. Qarşıya keçdi deyə bilərik ki, bu da olacaq zərf. Daha sonra var birgəlik vasitə. Birgəlik vasitəyə aid olacaq. İlə, bir də cacə. İlə ilə cacə. Bir dənə ilədə diqqətli olacaq ki, ilə bağlayıcı da ola bilər, bir də qoşma ola bilər. Əgər və ilə əvəz eləyə biliriksə bağlayıcıdır, əvəz eləyə bilmiriksə qoşmadır. Məsələn, deyə bilərəm ki, fırça ilə yaz. Burada fırça ilə yaz deyəndə fırça və yaz olmayacaq. Amma desəm ki, fırça ilə qələm al. Fırça və qələm al deyə biləcəyik. Deməli, birinci qoşmadır, digəri bağlayıcıdır. Daha sonra qoşmanın digər mənaçaları səbəb istinaddır. Səbəb istinad qoşmalarına aid olacaq. Üçün, ötürü, görə, bir də əsasən. Bu qoşmalarda ammonimliklərinə baxaq. Üçün, ötürü, görənin ammonimliyi yoxdur və ötürü sözündə diqqətli olaq. İmtahanlarda nə ilə çaşdırmışdılar? Demin test toplusunda da var. Yazıb ki, hansı variantda verilmiş sözün leksik mənası səhvdir. Belə bir sualdır. Y variantında vermişdi ki, ötürü, qabağına da mənasını yazıb ki, səthi. Bax, bu səhvdir. Səthi, gözücü olan ötəridir. Yəni, ötürü ilə ötərini səhv salmayaq. Ötürü qoşma olduğuna görə biz bunun leksik mənasını tapa bilmərik. Çünki nə demişik? Köməkçi diksələrinin leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. Ona görə ötürü sözündə diqqətli olaq. Ammonimliklərdə isə əsasən ammonimliyi var. Əsasən bir qoşma ola bilər. Bir də modal söz ola bilər. Deməli, qoşma olanda biz onu üçün, ötürü, görə bunlardan əvəz eləyə bilərik və ya yönlük hala qoşulur. Buradan da tapa bilərik ki, yönlük hala qoşulsun. Modal söz olanda da hər iki tərəfdən vergüllə ayrılacaq və ümumiləşdirmə bildirəcək. Zaman bildirənlərə baxaq. Zaman bildirən qoşmalara aid olacaq. Əvvəl, sonra, qabaq, bir də bəri. Bu qoşmalarda əsasən çıxışlı hala qoşulur. Səndən, qabaq, səndən, sonra deyə bilərik. O gündən bəri bu formada olur. Ammonimliklərdə əvvəl, sonra, qabaq, bəri. Bunların hər üçü həm qoşma ola bilərlər, həm də zərf ola bilərlər. Deməli, necə fərqləndirəcəyik? Qoşma olanda qoşulacaq çıxışlı hala, yəni mütləq şəkildə çıxışlı xalla işlənir. Və qoşulduğu sözlə birlikdə suala cavab verir. Zərf olduqda isə təklikdə işlənir. Təkcə suala cavab verəcək. Və nə də diqqətli olaq, bəzən uşaqlar harda əvvəl, sonra, qabaq, bəridən əvvəl, dandan görən kimi bunu qoşma kimi götürür, amma məna baxımından da diqqətli olun. Məsələn, güvəndə imtahana nə düşmüşdü? Sualımız belə idi ki, qapıdan əvvəl mən çıxdım.
Bəzi uşaqlar damdənə görə, yəni cümlənin məzmununa baxmadan əvvəl sözünü gedib qoşma götürmüşdülər, səhvdir. Burada əvvəl zərf olacaq. Çünki biz demişik ki, qoşma olması üçün əvvəlki sözə qoşulub birlikdə suala cavab verməlidir. Məsəl üçün, mən nə vaxt çıxdım? Əvvəl haradan, qapıdan bu formada deyə bilərik. Və ya zərf olanda yerini dəyişmək olur. Məsələn, əvvəl qapıdan mən çıxdım deyə bilərik. Ona görə bu məqama diqqətli olaq. Sonra gəldik aidlik bildirənlər. Aidlik bildirənlərdə aid olacaq deməli aid, dair, məxsus, xas, haqqında, haqda, barəsində, uğrunda, sayəsində. Bunlar da olacaq aidlik bildirən qoşmalarımız və bunlarda da amonimliyi görmürük. Yəni, bu formada yadda saxlayaq. Deməli, qoşmanın ümumi məna çalarlarını bildik. Deməli, qoşmanın leksik mənası yoxdur. Yalnız qrammatik mənası var və bu dediyimiz məna çalarlarının hər biri onun qrammatik mənasıdır. Burada diqqətli olaq. Tutaq ki, üçünün səbəb istinad bildirməyi onun qrammatik mənası olacaq bu formada. Və qoşma ilə bağlı danışmışdıq ki, ismin hallarına qoşuldu, təsirlik və yerlik hala qoşulmayacaq, digər hallara qoşula bilər. Və qoşma ilə bağlı onu da yadda saxlayaq ki, quruluşca yalnız sadə olacaq. Qoşmanın düzəltmə və ya mürəkkəbi yoxdur. Düzdür, köməkçilik qisələrinin heç birinin düzəltməsi yoxdur. Sadə və mürəkkəb olur, amma qoşma yalnız sadə olacaq. Və yazılışla bağlı yadda saxlayaq ki, tək, dəq, can, bir də ca. Bu qoşmalar sözdə bitişik yazılacaq. Sonra tələffüzünlə bağlı baxaq. Lalə qoşması, yəni ilə ilə dediyimiz ilə lalə. Bu tələffüz olunacaq nannən şəklində. Amma saitlə bitən sözlərə artıqdıqda, yəni belə yazılaq, samitlə söz, samit plusu yazıram. Yəni samitlə bitən sözdən sonra lalə və ya ilə gəlsə nan kimi olur. Amma saitdən sonra yenə lalə ilə gəlsə olacaq yınan şəklində. Məsəl üçün deyirəm ki, qələmlə olacaq qələmlə. Sonra bacı ilə aralı olacaq bu. Bacı ilə, bacı ilə. Sonra bir də üçün qoşmasının tələffüz məsələsi var. Deməli, üçün necə olacaqdır? Əgər biz üçünü samitə artırsaq, samitlə bitən sözdən sonra üçün gəlsə, üçün şəklində tələffüz olunacaq. Məsəl üçün, sənin üçün olacaq sənin üçün. Əgər saitlə bitən sözdən sonra gələrsə, bu tələffüz olunacaq üçün şəklində. Məsəl üçün deyirəm ki, ana üçün, ana üçün. Zaman bildirənlərə baxaq. Zaman bildirən qoşmalara aid olacaq əvvəl, sonra, qabaq, bir də bəri. Bu qoşmalarda əsasən çıxışlı hala qoşulur. Səndən, qabaq, səndən, sonra deyə bilərik. O gündən bəri bu formada olur. Amonimliklərdə əvvəl, sonra, qabaq, bəri. Bunların hər üçü həm qoşma ola bilərlər, həm də zərf ola bilərlər.
Deməli, necə fərqləndirəcəyik? Qoşma olanda qoşulacaq çıxışlı xala, yəni mütləq şəkildə çıxışlı xalla işlənir. Və qoşulduğu sözlə birlikdə suala cavab verir. Zərf olduqda isə təklikdə işlənir. Təkcə suala cavab verəcək. Və nə də diqqətli olaq, bəzən uşaqlar harda əvvəl, sonra, qabaq, bəridən əvvəl, dandan görən kimi bunu qoşma kimi götürür, amma məna baxımından da diqqətli olun. Məsələn, güvəndə imtahana nə düşmüşdü? Sualımız belə idi ki, qapıdan əvvəl mən çıxdım. Bəzi uşaqlar damdənə görə, yəni cümlənin məzmununa baxmadan əvvəl sözünü gedib qoşma götürmüşdülər, səhvdir. Burada əvvəl zərf olacaq. Çünki biz demişik ki, qoşma olması üçün əvvəlki sözə qoşulub birlikdə suala cavab verməlidir. Məsəl üçün, mən nə vaxt çıxdım? Əvvəl haradan, qapıdan bu formada deyə bilərik. Və ya zərf olanda yerini dəyişmək olur. Məsələn, əvvəl qapıdan mən çıxdım deyə bilərik. Ona görə bu məqama diqqətli olaq. Sonra gəldik aidlik bildirənlər. Aidlik bildirənlərdə aid olacaq deməli aid, dair, məxsus, xas, haqqında, haqda, barəsində, uğrunda, sayəsində. Bunlar da olacaq aidlik bildirən qoşmalarımız və bunlarda da amonimliyi görmürük. Yəni, bu formada yadda saxlayaq. Deməli, qoşmanın ümumi məna çalarlarını bildik. Deməli, qoşmanın leksik mənası yoxdur. Yalnız qrammatik mənası var və bu dediyimiz məna çalarlarının hər biri onun qrammatik mənasıdır. Burada diqqətli olaq. Tutaq ki, üçünün səbəb istinad bildirməyi onun qrammatik mənası olacaq bu formada. Və qoşma ilə bağlı danışmışdıq ki, ismin hallarına qoşuldu, təsirlik və yerlik hala qoşulmayacaq, digər hallara qoşula bilər. Və qoşma ilə bağlı onu da yadda saxlayaq ki, quruluşca yalnız sadə olacaq. Qoşmanın düzəltmə və ya mürəkkəbi yoxdur. Düzdür, köməkçilik qisələrinin heç birinin düzəltməsi yoxdur. Sadə və mürəkkəb olur, amma qoşma yalnız sadə olacaq. Və yazılışla bağlı yadda saxlayaq ki, tək, dəq, can, bir də ca. Bu qoşmalar sözə bitişik yazılacaq. Sonra tələffüzünlə bağlı baxaq. Lalə qoşması, yəni ilə ilə dediyimiz ilə lalə. Bu tələffüz olunacaq nannən şəklində. Amma saitlə bitən sözlərə artıqdıqda, yəni belə yazacaq, samitlə söz, samit plus yazıram. Yəni samitlə bitən sözdən sonra lalə və ya ilə gəlsə nan kimi olur. Amma saitdən sonra yenə lalə ilə gəlsə olacaq yınam şəklində. Məsəl üçün deyirəm ki, qələmlə olacaq qələmlə. Sonra bacı ilə aralı olacaq bu, bacı ilə, bacı ilə. Sonra bir də üçün qoşmasının tələffüz məsələsi var. Deməli, üçün necə olacaqdır? Əgər biz üçünü samitə artırsaq, samitlə bitən sözdən sonra üçün gəlsə, üçün şəklində tələffüz olunacaq. Məsəl üçün, sənin üçün olacaq sənin üçün. Əgər saitlə bitən sözdən sonra gələrsə, bu tələffüz olunacaq üçün şəklində. Məsəl üçün deyirəm ki,